Və indallahi savabı dünya və axirə. Kim dünya nemətlərini istəyərsə bilsin ki, dünya nemətidir, axirət neməti hamısı Allahın əlindədir. Həqiqətən deyməz. Dünyaya görə insan öz namazını verir. İnsan var, görsən, deyirsən ki, neyinirsən, deyir, filan yerdə işləyirəm. Deyir, bir cüməyə gələ bilmirəm, deyir, işimə görə. Subhanallah. Cümə namazına gələ bilmirsən, işivə görə, o işi verən Allahdır sənə. Və izə nudiyə lis-salati min yevmi cüm'a fəs'u ilə zikrillah və zərul bey'. Əgər siz cümə namazına çağırılanda alış-verişi tərk edin, işinizi tərk edin, gəlin cümə namazına. Allah buyurur. Qul mə indallahi xayrun minəl-ləhvə və ticara. De ki, bütün əyləncə də, ticarət də Allah qatındadır. Yəni, hamısı Allahın əlindədir. Sən işi sənə bəxş edən Allahsa, işə görə insan namazını tərk edir. Və sonra da bir müddət sonra öləcək.